Salam. İndi də kvadratik tənlik nəyə deyilir? Necə cür həll olunur? Yəni biz birinci kvadratik ifadənin qiymətini tapanda ya diskriminantdan ya da Viet teoremindən tapa bilərik. Əgər kökü varsa bunlardan istifadə edirik. Və ya kvadratik ifadə nə vaxt müsbət olur, nə vaxt mənfi olur. Bundan danışıb tez toplu izahına baxacağıq. Baxaq ikinci bölmənin toplu izahına. Kvadratik ifadə təbii ki bu dəfə x-in üstündə kvadrat olacaq. X tək olanda olur xətti tənlik, x-in üzərində kvadrat olanda olur kvadratik tənlik. Baxın, görün, ax kvadrat, bx, bir də sərbəst hədd, yəni x olmayan hədd bərabərdir 0. Əgər uşaqlar a ilə başlamayıb 1 ilə başlasa, buna deyirik çevrilmiş kvadrat tənlik. Məsələn, uşaqlar, biri var 3x kvadrat plus 7x plus 10, bu adi kvadrat tənlikdir. Amma desəm ki, x kvadrat plus 10x plus 35, bu artıq olur çevrilmiş kvadrat tənlik, çünki 1 ilə başlayır. Baş əmsalı 1-dirsə, buna çevrilmiş kvadrat tənlik deyilir. Bəs kvadrat tənliyin ax-ına baxaq, yəni kvadrat tənliyin ümumi şəkli budur. Necə uşaqlar, xətti tənlikdə 3 dənə şərt vermədim. Nə vaxt sonsuz olur, nə vaxt həlli yoxdur, nə vaxt yeganə həlli olur. Kvadrat tənliyində biz həmişə deməmişik 2 dənə kökü olur. Bunun şərtləri var. Nə vaxt? Görək nə vaxt 2 kökü olur. Uşaqlar, bu 2 kök fərqli ola bilər. Bu 2 kök eyni ola bilər. Biz bəzən 2 dənə eyni kök, uşaqlar, ikisi də 7 olsa bu 1 kök. Bəzən imtahana 1 kök kimi düşür. 2 dənə eyni kök və ya 1 kök. Bir də kökü yoxdur. Söhbət həqiqi kökdən gedir. Bu ikisi həqiqidir. Bu həqiqi kökü yoxdur. Anladınız mı? Ona görə bilin ki, diskriminant indi deyəcəm onu. Fərqli olanda diskriminant 0-dan böyük olur. Eyni olanda diskriminant 0-a bərabər olur. Bərabərdir ki, eynidir də. Diskriminant 0-dan kiçik olanda da kökü olmur. Onda yadda saxlayın ki, diskriminant 0-dan böyük bərabər olanda, bu ikisində həqiqi kök olur. Görmürsünüz, birində hətta 2 dənədir, birində 1 dənədir. Yəni həqiqi kök olur. Amma 0-dan kiçik olanda kök nə olmur? Olmur. İkinci qaydadan danışdıq. İndi üçüncü qayda. Kvadratik ifadə bəs nə vaxt 0 yox, müsbət qiyməti alır, 0-dan böyük. Bəs nə vaxt 0 yox, 0-dan kiçik qiyməti alır. Biz dərsi başlatdıqmı? Başlatmışıq. Uşaqlar, həmişə, əgər sizə misalda həmişə və ya ancaq, həmişə və ya ixtiyari bu sözləri deyirsə, bir də burada da yazıram uşaqlar, sizə həmişə sözünü deyirsə, ixtiyari sözünü deyirsə, yəni deyir həmişə müsbət olması üçün. Həmişə sözünü misalda görən kimi diskriminant mənfi olur. Bu həmişə belədir. Yəni riyaziyyatda həmişə sözünün ekvivalenti, açar sözü diskriminant mənfidir deməkdir. Bəs uşaqlar, müsbət olması üçün müsbətlə başlamalıdır. Yəni A-ya müsbət deyirəm. Həmişə mənfi olması üçün mənfi ilə başlamalıdır. Yəni A-ya mənfi deyirəm. Bir də deyəcəm. Kvadratik ifadə verilir. Deyir ki, nə vaxt həmişə müsbət olar. Biz həmişə sözünü görən kimi diskriminantını mənfi tapacam. Birinci ifadəsində müsbət götürəcəm. Bəs desək ki, nə vaxt həmişə mənfi olur, yenə diskriminantını mənfi götürəcəm həmişə sözünə görə. Mənfi deyir deyə də birinci ifadəni sıfırdan kiçik götürəcəm. Çünki mənfi deyir, mənfi götürəcəm. Buna suallar var. Bəs ümumiyyətlə diskriminantı necə hesablayırıq? Gəlin birbaş elə şey üstündə göstərək. 1 dənə x-in kvadratı üstə gəl 3 dənə x, üstə gəl 2 bərabərdir 0. Diskriminantın düsturu uşaqlar b kvadrat çıx 4 dənə ac-dir. A budur, b budur, c budur. Ardıcıldır a, b, c. 3-ün kvadratı 9, a 1-dir, c də 2-dir. 9-dan 8-i çıxanda 1 eləyir. Uşaqlar, bayaq dediyə diskriminant 0-dan böyüksə 2-dən kökü var. Heç həll eləmədən bilirik ki, 2-dən kökü var. Müxtəlif kökü. Kökün birincini tapanda uşaqlar düstur budur. Mənfi b, üstə gəl kök altda diskriminant, bölü 2-dən a. İkincini hesablamırsınız, heç nə eləmirik. Baxın, görün, mənfi b. 3-ü mənfiyə vuranda mənfi 3. Kök altda 1-dən 1 çıxır, bölür 2 dənə 1-ə. Olur nə? Mənfi 3, üstə gəl 1 bölü 2. O da eləyir mənfi 2 bölü 2, eləyir mənfi 1. Gözlüyüm, biraz balacalaşdırım.
Mənfi 2-ni 2-yə böləndə mənfi 1. Birincini tapdıq ki, mənfi 1. Dedik uşaqlar, bunu hesablamırıq. Sadəcə burada çıx işarəsi qoyacağım. Bura çıx. Hətta daha rahat. Yəni, şey eləməyin. Bildiniz necə? Yəni, son hissəyə bir dənə. Bax, bura. Ən sonda bir dənə çıx işarəsi qoyuram. Yəni, mənfi 3 çıx 1 bölü 2. Mənfi 4-ü 2-yə böləndə də mənfi 2. Bildinizmi ki, tənliyin 2 dənə kökü oldu. Biri mənfi 1, biri mənfi 2. Bəs Viet teoremindən necə taparam? Bax, epi eyni tənliyi. Tənliyimiz budur. X kvadrat üstə gəl 3x üstə gəl 2. Eyni tənliyi yenə yazıram. Bəs bunu diskriminantla yox. Təsəvvür imtahanda həyəcanlanmışsınız. Uşaqlar, baş əmsal 1 olanda daha çox bunu diskriminantla, Vietlə hesablayıram. Bu diskriminant yoluydu. Diskriminant yoluydu. Bu ama Viet yoludur. Viet teoremini biz bilirdik. Gəlin yadımıza salaq. Sonda gördüyümüz hasilin özüdür. Hasilin özü. Amma ortada gördüyümün cəmin əks işarə ilə yazıram. Gəlin yazaq. Hansı görək ki, uşaqlar kvadrat tənliyin 2 dənə kökü olur. Hansı köklərdir ki, vuranda 2 eləyir. Toplayanda bura əksdir. Yəni 3 yox, mənfi 3 eləyir. Fikirləşək. Həmişə birinci hasildən girəm. Nəyə vuranda 2 eləyər? 2-ni 1-ə. Amma 2 ilə 1-i cəmləyəndə mənfi 3 eləmir axı. Demək ki, qabaqlarına mənfi atmalıyam. Köklərimiz neçə oldu? Mənfi 2 ilə mənfi 1. Baxın, bayaq da tapdıq mənfi 2 ilə mənfi 1. İndi də tapdıq mənfi 2 ilə mənfi 1. Seçim sizindir. İstəsəz diskriminantla həll eləyin, istəsəz Vietdən həll eləyin. Diskriminant həmişə alınır, amma Viet hər dəfə ödənmir. Çünki bütün köklər tam ədədlər deyil. Burada tam ədəd olduğu üçün ödənir. Tam olmayanda tapmaq çətindir. Məsələn, siz şifayı bilirsiniz ki, 7-də 5-i 4-də 3-ə vuranda neçə eləyir? Yox. Şifayı bilmədiyinizə görə, əgər köklər natamam ədədlərdirsə, Vietlə hesablanmır, diskriminantla hesablanır. Aha, keçək toplayaq. Baxaq ikinci suala. Deyir, 2 dənə bərabər kökü var. Deməli, ümumiyyətlə tənliyin kökü, kvadrat tənliyin kökü, baxın, mövzunun adı nədir? Kvadrat. Ümumiyyətlə, kvadrat tənliyin kökü diskriminantdan asılıdır. Diskriminanta şərt verirəm. Bərabər deyirsə, demişdim, diskriminant 0-a bərabərdir. Diskriminantı 0-a bərabər eləyəcəm. B kvadrat çıxılsın 4 dənə AC. 4 dənə AC bərabərdir 0. 36 çıxılsın 4 dənə A-nın kvadratı 0-dırsa, 4 dənə A-nın kvadratı 36-dır. 36-nı 4-ə böləndə 9 eləyir. Nəyin kvadratı 9-dur? Bir müsbət üçün, bir də mənfi üçün. Yəni, cavab oldu D variantı. Dördüncü sual. Diqqətli olun. Kök həll. Kökdə həll də uşaqlar x deməkdir. Kökdə həll də x deməkdir. Yəni, həll edin deyəndə x-i tapırsınız, kökünü tapın deyəndə x-i tapırsınız. Sizə deyir, köklərdən biri 2-dir. Kök x idi, deyir, biri 2-dir. Yəni, x-in yerinə 2 qoyacaq. Bu qədər sadə. Dördüncü sualda kökün yerinə 2 qoyacaq. 4 üstə gəl 5 eləyir 9. 9 çıxılsın 6 dənə A bərabərdir 0. 6A burada qalır. 9 oyuna atanda mənfi 9. Mənfilər ixtisar gedir. A-nı tapanda 9 böl 6. Hər tərəfi 3-ü ixtisar eləyirəm. 3 böl 2. O da eləyir 1 onda 5. Yəni A-nı tapıram ki 1 onda 5. Diqqətli olun. 5-ci sual çox maraqlı sualdır və düşən sualdır. Uzaqdan baxın misala həmişə. Çünki biz 3 ədlini 3 ədliyə vursaq, burada x üstü 4-lər filan olacaq. Biz nə bilək x üstü 4-ü? Uzaqdan baxın, x kvadrat üstə gəl 2x, burada da x kvadrat üstə gəl 2x. Mən də demişdim ki, uzaqdan baxanda eyni ifadələr görürsünüzsə, həmin ifadəyə t deyin ki, bu boyda uzun ifadəni yazmayın. Elə yerinə bir dənə balaca t yazın. Yazaq t. T çıx 3. Görün nə kiçildir. T üstə gəl 2. Bərabərdir mənfi 4. Vurub açıram. T kvadrat üstə gəl 2t çıx 3t. Mənfi 3-ü müsbət 2-yə vuranda mənfi 6. Olur t kvadrat çıx t. Mənfi 6-nın üstünə 4 gələndə eləyir mənfi 2. İndi uşaqlar demişdim, baş əmsal 1-dirsə Vietlə tapa bilərsiniz. Vietlə kökləri tapsam,
Hansı kökdür ki, ikisi bir-birinə vuranda mənfi 2 eləyir? Uşaqlar, Viet teoreminə görə. Toplayanda müsbət 1 eləyir. Bilirsiniz də, hasil sondakının özüdür, cəm ortadakının əksidir. Yəni, mənfi 1 yox, uşaqlar, müsbət 1. Həmişə hasilə görə tapırıq. Nəyi nəyə vuranda mənfi 2 eləyir? 2-ni 1-ə, amma 1-nin qabağına mənfi atmalıyam. Cəmləyəndə 1 eləsin. Belə, 2 ilə mənfi 1-i cəmləyəndə 1 eləyirdi uşaqlar. Vuranda mənfi 2 eləyir, cəmləyəndə 1 eləyir. Kökləri tapdım ki, 2 ilə mənfi 1-dir, amma nə? T. İndi bir dəfə bunu x üstə gəl 2x-i 2-yə bərabər eləyəcəm. Bir dəfə də x üstə gəl 2x-i mənfi 1-ə bərabər eləyəcəm. Aydındırmı? Onu gəlin birincini bərabər eləyək. İstəyirsiniz böyüdüm. Biraz yavaş tərəflər. Hamısını bir tərəfə yığıram. X kvadrat üstə gəl 2x çıx. Qarışdırmayasınız. X kvadrat üstə gəl 2x çıx 2 bərabərdir 0. Diskriminantdan tapaq. B kvadrat çıxılsın 4 dənə A, B, C. B kvadrat çıxsın 4 dənə A, C. O deyilir, uşaqlar, mənfi 4-ü mənfi 2-yə vuranda 8 eləyir. 4-ün üstünə 8 gələndə 12 eləyir. Diskriminantı dəqiq hesablayın. Bildiniz də, 4-ü mənfi 2-yə vuranda mənfi 8 elədi. Mənfi ilə də mənfi müsbət elədi. Kökün birincisini tapanda mənfi B plus kök altda diskriminant böl 2. O birisini də tapanda sadəcə çıxacaq. 12-ni nə yazaram? 4 vur 3. 12, 4 vur 3-dür. Çünki cavablara baxın, cavablarda kök 3 görürəm. 4 falan görmürəm. Kök altda 4-dən nə çıxır? 2. Mənfi 2 üstə gəl 2 dənə kök 3 böl 2. Mən də demişəm ki, məxrəcdə bir dənə şey görəndə 1-1 bölün. Mənfi 2-ni 2-yə böləndə mənfi 1. 2 kök 3-ü 2-yə böləndə sadəcə kök 3. İkincini də demişəm, həll eləməyin heç vaxt. Sadəcə burada üstə gəldisə, bura çıx qoyun. Çünki düsturda elədi də. Birində üstə gəldi, birində çıx. İndi bunu həll edək. Bir tərəfə keçirək. X kvadrat plus 2x üstə gəl 1 bərabərdir 0. Uzaqdan baxırsınız, bir dərəcəni alır həmişə. Bu x üstə gəl 1-in kvadrat düsturudur. Nəyin kvadratı 0-dır? 0-ın. Onda x neçədir? Mənfi 1. Deməli, uşaqlar, sarı ilə göstərirəm. Bir kök bunu aldıq, mənfi 1. Bir kök bunu aldıq, mənfi 1 üstə gəl kök 3. Bir kökdə mənfi 1 çıx kök 3. Uşaqlar, deyir, müsbət kökünü tapın. Təbii ki, qara ilə mənfi 1 müsbət deyil. Mənfi 1-dən hələ nəyisə çıxıb daha da mənfiləşdirib, bu da müsbət deyil. Qaldı bir dənə müsbətə oxşayan, bu gəlin yoxlayaq. Birinci demişəm ki, həmişə müsbəti yazın, sonra mənfini. 1-i kök 1 yaza bilərəm. Həqiqətən də kök altı 3-dən kök 1-i çıxanda müsbətdir. Deməli, bu gördüyüm kök müsbətdir. Kök 3 çıx 1 müsbət kökdür. Anladınız mı? Biraz uzun idi, amma çətin deyildi. Yəni, uzun olsa da çətin deyildi. Budur. Sonra baxaq 6-ya. Yalnız bir kökü 0-dır. Özümüzdən ədəd verək. Çünki verilməyib, özümüzdən ədəd verək. Gəlin, baxırıq nəyə? 1 minute. 6-cı suala. Yalnız bir kökü 0-a bərabərdir. 6-cı sualda x1-i 0 qəbul edirəm, amma x2-ni 0-dan fərqli bir dənə tutaq ki, ədəd götürürəm. 0-dan fərqli. Tutaq ki, yanında dəyəcək 3. Yəni, beynimizdə 3 götürün. Və bizə belə bir ifadə verilib. Biz bilirik ki, köklərin hasili. Yəni, ifadəni bura götürüm. X kvadrat, m üstə gəl 5 dənə x, üstə gəl modul m çıx 5 bərabərdir 0. Köklərin hasili 0-ı hansısa bir ədədə vursam, köklər 0-dan 3-dür. 0-ı 3-ə vursam neçə eləyir? 0. Yəni, hasil hissəni nəyə bərabər eləyəcəm? 0-a. Və 0-dan 3-ü toplasam 3. Yəni, heç vaxt 0 eləmir. Bunu nə eləyəcəm? 0-dan fərqli eləyəcəm. Bir də deyim, köklərin hasilini axı bura yazırdım. Viet teoreminə görə cəmini bura yazırdım. 0-ı nəyə vursam 0 eləyir. Ona görə hasil hissəni 0 eləyirəm. Amma 0-la nəyisə toplasam artıq 0 eləmir. Ona görə 0-dan fərqli eləyirəm. Getdik. M üstə gəl 5 0-dan fərqlidirsə, M fərqlidir mənfi 5-dən. Modul M çıx 5 0-a bərabərdirsə, modul M bərabərdir 5-ə. Modul da kök kimidir. 2 dənə həmişə şey olur. Nəyin modulu 5-dir? Bir 5-in, bir də mənfi 5-in.
Uşaqlar, bura baxın görün. Biz demişik ki, -5 deyil. -5-in üstündən xətt çəkək. Onda nə qaldı? 5. Deməli, cavab 5-dir. 8-ci suala baxaq. Bu misallar çox sadədir. Yazdıqca əlinizə öyrəşəcək. X dəyişəninin yalnız bir qiymətində bərabərsizlik ödəyir. Biz demişdik, yalnız bir kök, 2 dənə eyni kök. 2 dənə eyni kök elə bir kök deməkdir. PDF donur. Baxaq. 8-ci. Ax kvadrat üstə gəl 8x üstə gəl a bərabərdir 0. Bizə demişdik 2 dənə eyni kök nə vaxt olur? Diskriminant 0-a bərabər olanda. Diskriminantın düsturu b kvadrat çıxılsın 4 dənə ac. Baxın uşaqlar ac bərabərdir 0. 64 çıxılsın 4 dənə a-nın kvadratı 0-dırsa 4 dənə a-nın 64-dən 64 çıxanda 0 eləyəcək də. Onda a-nın kvadratı 16-dır. Nəyin kvadratı 16 edir? Bir müsbət 4-ün, bir də mənfi 4-ün. Kvadratın 2 dənə kökü olur. Müsbət mənfi 4 burada var. Amma bizə bir dənə də 0 verir. O 0 gəlin bir dənə düşünək. Uşaqlar. Deyir, tənliyin bir kökü olar, hə? Bir qiyməti. Biz bilirik ki, kvadrat tənliyin axı 2 dənə kökü olur. Qırmızı ilə göstərirəm. Amma deyir, bir kökü olsun. Ona görə yəni kvadrat tənliyi yox eləyək. Yəni, bunu yox eləsək, bura qalacaq bir dənə x, həqiqətən də bir dənə kökü olacaq. Yox edək. Nəyisə yox eləmək üçün deyirdim, əmsalına 0 deyin. Yəni, 0-a vurun. Bir də deyim. Hansısa həddi, məsələn, çox hədlidə x üstü 4-ü yox eləmək istəyirdimsə, əmsalına 0 deyirdim. X-in kubunu yox eləmək istəyirdimsə, əmsalına 0 deyirdim. İndi burada da x-in kvadratını yox eləmək istəyirəmsə, a-ya 0 deyirəm. Ona görə a həm də neçə alır? 0. Yəni, C variantı. Baxın 12-ci suala. Hər iki kökü 0-dır. Yenə özümüzdən qiymətlər verək. Uşaqlar, birinci kökə 0 deyək. Deyir, hər iki kökü. Yəni, o biri kökə də 0 deyək. Deyir, hər iki kökü 0-dır. Biz bilirik ki, 0-ı 0-a vuranda da 0 eləyəcək. 0-la 0-ı toplayanda da 0 eləyəcək. Deməli, hasil olan hissəyə də 0 yazacağım. Cəm olan hissəyə də 0 yazacağım. Məncə, birbaş görürsünüz. 12-yə baxın. Cəm hissə buraydı, hasil hissə bura deyildi. Uşaqlar, burada 0 yazıram. Bunun əks işarəsinə də 0 yazıram. Onsuz 0-ı nəyəsə baş əmsala bölsək də, mənfiyə vursaq da dəyişmir. O mənfiləri çoxlu tapmayın. Mənfiləri və yaxud baş əmsalı 0 olanda nəzərə almayın. -1, nəyin kvadratı 1-dir? Çünki mənfilər ixtisar gedir. Kvadratın 2 dənə kökü olur. Bir müsbət 1-in, bir də -1-in. İndi nəyin əksi 0-dır? 0 uşaqlar, 0 başlanğıcıdır deyə, elə əksi də özüdür. Nəyin əksi 0-dır? Elə m çıx 1 özü 0-dır. Nədən 1 çıxanda 0 olur? 1-dən. Biz dedik ki, ikisi də 0-a bərabər olsun. Görün, ortaq kök hansıdır? Təbii ki, 1. Burada müsbət 1-dir, bu da müsbət 1-dir. Deməli, ortaq kök 1-dir. Yəni, A variantı. -1 ödənmir. Məsələn, -1 bunu 0-a çevirmir. 18-ci sual. Deyir, m mənfi olarsa, mənfi deyirsə özünüzdən bir dənə qiymət qoyun da, -1. M-ə -1 qoyub hesablayaq. 18. 4 vur -1. 4 vur -1 eləyir -4. -4-dən 1-i çıxanda -5. -5-i mənfiyə vuranda müsbət 5. M-in yerinə -1 qoysam, aldım bu. Uşaqlar, bircə də qayda deyirəm, ilin sonuna qədər istifadə olunur. Mənfi ilə başlayan ifadə görəndə hər tərəfi mənfiyə vurun ki, ifadə sadələşsin. Yəni, mənfi ilə başlamasın. Heç vaxt ifadəni mənfi ilə başlatmayın. Biz demişdik ki, işarəni bura baxıb bilirik. Hansı ki, necə köklərdir ki, hasili müsbət edir. Ya ikisi də müsbətdir deməli, hə? Müsbəti müsbətə vuranda müsbət edir də. Ya da ikisi də mənfidir. Hə. Gəlin indi cəm olan hissəyə baxaq. Cəm olan hissəyə. Cəm axı gördüyümüzün əksidir. Cəmi uşaqlar müsbət 5-dir. Sizcə mənfi ədədləri toplayanda müsbət 5 eləyər? Yox. Deməli budur. Biraz dərinə geçsək, cəmi 5/4-dür, amma bizə işarə lazımdır deyə biz hələ işarəyə baxırıq da. Cəmi müsbət 5-li bir işarədir. Hasili müsbət 1-li bir ifadədir. Ona görə demək ikisi də müsbətdir də. Vuranda da müsbət eləyir, toplayanda da müsbət eləyir. Demək ikisi də müsbətdir.
Baxanda görünür ki, A variantıdır. Amma məsələn, deyirsiniz ki, müəllimə, bəlkə elə ikisi də eynidir. 2 ilə bərabərdir. Siz hardan bildiniz ki, 2 ilə müsbət kökünü hardan bildiniz ki, fərqlidir? Bunun üçün nə edirdik? Diskriminanta şərt verirdik. Yəni diskriminantını hesablayırıq. Bunun üçün diskriminantını tapırıq. B kvadrat çıxılsın 4AC. Mənfi 5-in kvadratı 25. Çıxılsın 4 dənə AC. 9. Bizə demişdik ki, diskriminant sıfırdan böyük olanda 2 dənə fərqli kök olur. Ona görə 2 müxtəlif deyirik. Bərabər yox. Bildiniz? Diskriminant sıfırdan böyük olanda 2 dənə fərqli kök olur. Diqqətli olun. Və bunların ikisi də dedik ki, müsbətdir. 20-ci sual. Deyir x kvadrat, cx üstə gəl 6 bərabərdir 0. Köklərdən biri budur. Uşaqlar, həmişə çalışın birinci böyük yazın. Bu kök altda 16 deməkdir, bu kök altda 10 deməkdir. Biz birinci, yəni 4 yazaq, sonra kök 10 yazaq. Hə, irrasional ifadələrdə biz bunu keçmişdik. Kökün biri irrasional ifadədirsə, o birisi onun nəyi idi? Qoşması. Qoşma da nədir? Sadəcə işarəsi fərqlənir. Burada üstəgəl kök 10'dur. Burada 4 çıx kök 10'dur. Bildinizmi? Kökün biri 4 üstəgəl kök 10, o birisi 4 çıx kök 10. Həqiqətən biz bura nəyi yazırdıq? Cəmi yazırdıq, amma əks işarə ilə. Onda gəlin kökləri cəmləyək. 4 üstəgəl kök 10'dan 4 çıx kök 10'u cəmləyək. Cəmləyəndə bunlar gedir, qalır 8. Amma biz bura nəyi yazırdıq? Əksini. 8 yox, mənfi 8. Y variantı. Diqqətli olmalısınız. 22. Baxın görün. Deyir ki, ax kvadrat 8x üstə gəl 6. Həqiqi köklərinin hasilinin, hasil deyirsə bura baxıram. Gəlin yazaq. Hasil deyirsə 6'ya baxıram, amma baş əmsal varsa baş əmsala bölürəm. Deyir hasilinin tam ədəd olması. 6 görək hansı ədədlərə tam bölünür? Bütün ədədlər 1'ə bölünür, 2'yə, 3'ə, bir də 6, 6'nın özünə bölünür. Tam deyir deyə mənfilərini də götürürəm. Deyir alınıla biləcək qiymətlərin cəmi. Uşaqlar, axı bunları cəmləsək 0 eləyir, düzdür? Əks ədədlərin cəmi 0'dır. Deməli, nəsə burada əmma var. Burada nə deyir? Həqiqi kök. Həqiqi kök nə vaxt olur? Diskriminant 0'dan böyük və ya bərabər olanda. Diskriminantı hesablayıram. B kvadrat çıxılsın 4 dənə AC. Böyük bərabərdir 0. 64 çıxılsın 24 dənə A böyük bərabərdir 0. Mənfi 24 anı burada saxlayıram. 64 oyuna keçir. Mənfi 64. Uşaqlar, mənfiyə böləndə işarə dəyişir. 24A kiçik bərabər olur 64'dən. Bu işarə dəyişir mənfiyə böləndə. Müsbət ədədə böləndə işarə dəyişmir. Mənfiyə böləndə dəyişir. Hər tərəfi 8'ə bölsəm, burada 3 dənə A qalır, burada 8 qalır. 8'i 3'ə böləndə 2/3'də 2. Yəni uşaqlar, aldığımız bu A-lar var ya, qara ilə göstərəcəm. Bu A-lar 2 tam neçədən kiçik olmalıdır. 3 2 tam neçədən kiçik deyil, 6 da deyil. Amma gördüklərimiz bu digərləri hamısı 2 tam neçədən kiçikdir və bunların cəmini istəyir. Biz bilirik ki, 1 ilə mənfi 1'in cəmi 0'dır, 2 ilə mənfi 2'in cəmi 0'dır. Mənfi 3 ilə də mənfi 6'nın cəmi mənfi 9'dur. Cavab olur mənfi 9. Sizdən cəmi istəyir deyə uşaqlar cəmlədik. Cavab oldu mənfi 9 A variantı. Diqqətli olun. İrvi 9-cu sual. Görək bu nə sualdır? 2 bərabər kökü olarsa. Tənliyin 2 bərabər kökü nə vaxt olur ki, diskriminant 0'a bərabər olanda. Bərabər sözünü görsə, diskriminantı 0'a bərabər edirsiniz. O da B kvadrat çıxılsın 4 dənə AC. B kvadrat çıxılsın 4 dənə A, bu da C. Bərabərdir nəyə? 0'a. Bu olur P kvadrat çıxılsın 4P, 2'nin kvadratı 4, çıxılsın 4P, çıxılsın 24, bərabərdir 0. P kvadrat çıx 8P, 4'dən 24'ü çıxanda mənfi 20.
Ümumiyyətlə fikirləşə bilərik uşaqlar. Nəyi nəyə vuranda mənfi 20 eləyir, toplayanda müsbət 8 eləyir. Ya baxın, vuranda mənfi 20 Viet teoreminə görə. Toplayanda müsbət 8 görünür. 10-u 2-yə vuranda 20 eləyir, amma birinin qabağına mənfi atmalıyam. Təbii ki, 10-la mənfi 2-ni toplayanda 8 eləyəcək də. Bizə də deyir, böyük kökünü tapın, ona görə nəyə götürürəm? 10-u. Cavab oldu 10. Mənfi 2 balaca kökdür. Bizə deyir, böyük kökünü tapın 10. Sonra bir də var 34. 34-ə baxaq. 2 bərabər kökünün olması üçün P-nin ala biləcək qiymətdən bir dəfə də cəmini istəyir. Yenə bərabər sözünü görürüksə, diskriminantı 0-a bərabər edirəm. Diskriminant da nədir? B kvadrat çıxılsın 4 dənə A, bir də C. Uşaqlar, x olmayan bir şey C-dir. Bunların heç birinin x yoxdur deyə bütövlükdə C-dir. B kvadrat 4P-nin kvadratı 16 dənə P kvadrat edir. Çıxılsın 4 dənə A, C. Bərabərdir 0-a. 16P-nin kvadratı çıxılsın 4P-nin kvadratı. Çıxılsın 24P, çıxılsın 8 bərabərdir 0. 12 dənə P-nin kvadratı çıxılsın 24P, çıxılsın 8 bərabərdir 0. Hər tərəfi 4-ə bölə bilərəm. 4-ə bölsəm 3P-nin kvadratı. Riyaziyyatda uşaqlar ixtisar varsa eləyim. 4-ə bölsəm 6P, 4-ə bölsəm 2 bərabərdir 0. Bizə deyir ki, P-nin ala biləcəyi qiymətdən cəmi. Aha, cəm hasil sözünü görürəmsə Viet teoremi. Viet teoreminə görə cəm ortadakıdır. Ortadakının əks işarəsindən götürürəm 6-dır. Amma baş əmsal varsa, baş əmsala bölürəm. Yəni, baş əmsal olmasaydı, sadəcə 6 götürərdim, cəmi. Amma baş əmsal var deyə 3-ə bölürəm. 6-nı 3-ə bölündə neçə eləyir? 2. Deməli, bunu da tapdıq ki, 2. Bu qədər. Yəni, diqqətli olmalısınız. Sizə nəyi soruşur, nəyi verir. Bu düsturların hamısını bilsəz, yaxşı olacaq. Yəni, kvadrat tənliyi əldə edəndə bu kvadrat tənliyi diskriminanta şərt verməyə bacarmalısınız. Sonra müsbət mənfi olursa, diskriminantı mənfi eləməyi bacarmalısınız. Bu da çox bərabərsizlikdə işləyəcəyik. Sonra diskriminantı hesablamağı bacarmalısınız və Vieti yerinə qoymağı bacarmalısınız. Baş əmsal varsa, baş əmsala bölməlisiniz. Daha çox 3-cü bölmədə indi daha çox danışacağıq bundan. Sağ olun, diqqətli olun. Riyaziyyat diqqət tələb edən fəndir.